Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz Azərbaycan dili 1-ci sinif 1-ci hissədən dərs xilasedicilər mövzusudur. Şəkildə verilmiş kitab cildinə baxın. Kitabın adı nədir? Kitabın adı Xilasedicilərdir. Kitabın müəllifi kimdir? Arif Kamaldır. Sizcə kitabda nədən danışılır? Xilas edicilərdən. Yəni burada söhbət təbii ki, bir çox mənada xilas edicilərdən gedir. İnsanların həyatını xilas edən həkimlər, yanğın zamanı kömək edən yanğın söndürənlər, xilas edicilər, fövqəladə hallar zamanı, məsələn, dənizdə batarkən və yaxud zəlzələ olarkən köməyimizə çatan digər fövqəladə hallar işçiləri və s. buradan söhbət gedir. Mətni oxuyun və suallara cavab verin. Ziya baba tələyə düşmüş qartalı xilas etdi. Bir gün qartal Ziya babanın papağını götürüb uçdu. Baba qartalın dalınca qaçaraq evdən uzaqlaşdı. Bu zaman zəlzələ baş verdi, babanın evi dağıldı. Baba başa düşdü ki, qartal onu xilas etmək istəyib. Görürsünüz uşaqlar. Qartal nə üçün babanın papağını götürüb uçdu? Çünki qartallar və bəzi quşlar zəlzələ olacağını anında hiss eləyirlər və böyük ehtimal qartal da Ziya babanı çox istəyirmiş və onun evdə qalmağını istəməyərək oradan uzaqlaşmağını istəyib və beləliklə evdə uçqun zamanı babaya heç nə olmadı. Mətni başqa necə adlandırmaq olar? Xilaskar, quş və yaxud qartalın zəkası da ola bilər. Və yaxud qartal və Ziya baba da adlandırmaq olar və s. və s. Hansı şəkil mətnin sonluğuna aiddir? Qartal tələdən xilas olmağa çalışırdı. Baba uçmuş evini yenidən tikdi. Bir gün Ziya baba evin kölgəsinə oturmuşdu. Uşaqlar, qartal tələdən xilas olmağa çalışır dedikdə onsuz da bir dəfə tələyə düşdü də, ikinci dəfə düşməyəcəkdi. Bir gün Ziya baba evin kölgəsinə oturmuşdu, sonluğa aid deyil. Baba uçmuş evini yenidən tikdi, bəli, bu artıq nədir? Bu sonluğa uyğundur. Qartal haqqında məlumatları oxuyun, suallara cavab verin. Qartal caynaqları ilə istədiyi əşyanı götürə bilir, bəli. Qartal zəlzələni qabaqcadan hiss edir. Qartal yırtıcı quşdur, bəli, doğrudur. Hansı məlumatlar qartalın təşəkkürünün mətnindəki məlumatlara uyğun gəlir? Gəlin baxaq. Burada qartal zəlzələni qabaqcadan hiss edir. Bayaqlar dedim uşaqlar. Bu birinciyə uyğundur. Yəni qartalın təşəkkürü mətnindəki məlumatlara uyğundur. Bəli. Aşağıdakı şəkil hansı məlumatları da təsdiq edir? Burada görürük ki, caynağı ilə balıq ovlayıb. Deməli nədir? Qartal caynaqları ilə istədiyi əşyanı götürə bilər. Bu uyğun gəlir. Gəlin baxaq. Oxuduğunuz hansı mətnlərdə heyvanların insanlara yardımından danışılır? Qoçaq ayı mətni var, məsələn, hekayədir. Onu əlavə eləyə bilərik. Sonra balaca it və sahibsiz uşaq adlı mətn var. Onu aid eləyə bilərik və s. və s. Sonra Alabaşın köməyi mətnini dinləyin. Mətnə əsasən aşağıdakı cümlələrin ardıcılını müəyyən edin. Birdən canavar onlara hücum etdi. Qoyunlar dağda otlayırdılar. Alabaş canavarı qovdu. Çoban Alabaşı köməyə çağırdı. Uşaqlar, gəlin belə quraşdıraq. Birinci 2 gəlsin. Qoyunlar dağda otlayırdılar. Birdən canavar onlara hücum edir. 2-1. Çoban Alabaşı köməyə çağırdı. 4. Alabaş canavarı qovdu. 2-1-4-3. Sırayla belə olacaq. Növbəti sual. Şəkilləri diqqətlə baxın, heyvanların insanlara yardımı barədə danışın. İtin deməli uçmuş evdə zəlzələ zamanı uşağı xilas etməsi, sonra burada məsələn heyvanın, atın uzaq məsafəyə kişini daşıması, delfinin məsələn burada uşağı boğulmaqdan xilas eləməsi və filin ağacda qalmış uşağı xilas eləməsi və s. və s. Aşağıdakı sözləri köçürün, samitlərin altından xətt çəkin. Alabaş. Burada samit el, b, şedir. Sürüdə s və r-dır. Köməkdə k, m və ç-dir. Güldə gü və l-dir. C və
eldir. İtdə isə bir dənə T hərfi samitdir. Sonuncu hissəyə baxırıq. Şeiri oxuyun. Şeirdə hansı təhlükə haqqında xəbərdarlıq var? İsti havada yayda, uşaqlar çimir çayda. Çimmək hər şeyə dəyər, üzmək bilmirsən əgər, çox getmə dərin olar, bax təhlükə yaranar. Bəli. Burada üzmək bilmirsənsə deyir, çox getmə dərin olar birdən. Yəni burada təhlükəli xəbərdarlıq budur. Sonra verilmiş şəkilləri şeirlərlə əlaqələndirin, onlar haqqında bildiklərinizi danışın. Halqa yumşaq olduğu, yüngül olduğu üçün uşağı yuxarıda saxlaya bilir. Qolçaq rahat, qollarda rahatlıqla üzməyə kömək eləyir. Jilet təhlükədən qoruyur. Yəni bu məsələn hər hansısa bir dəmir jilet ola bilər məsələn. Bu məsələn hər hansısa bir heyvan üzərinizə hücum elədikdə məsələn yırtıcı bu jilet sizi qoruya bilər. Xilas edici isə insanların həyatını xilas edir. Və gözləyir ki, birdən dənizi müşahidə edir ki, birdən kimisə başına nəsə iş gələr, gedək ona kömək eləyir. Cümlələri oxuyun, məlumatların kimə aid olduğunu müəyyən edin. Oda davamlı paltar geyinir. Yanğın söndürən, dənizdə çimənlərə nəzarət edir, xilas edici, suda batan insanları xilas edir. Bu da xilas edicidir. Qorunmaq üçün respirator taxır. Bu da yanğın söndürənə aiddir. Deməli, birinci şəkilə 1-4, ikinciyə 2-3 lazımdır. Sonuncu sual. Nöqtələrin yerinə uyğun saytlar əlavə edərək sözləri köçürün. Təmir. Təmir. Deməli, bir dənə i artırılacaq. İşarə a artırılacaq. Yanğın ı artırılacaq. Kibrit i artırılacaq. İynə ə artırılacaq. Belə, bugünlük bu qədər uşaqlar. Ümid edirəm bəyənmiş olarsınız. Sonda kanalımıza abunə olmağı və dəstək olmağı unutmayın. Sağ olun, gələn görüşlərə qədər. Hələlik.